Hər il olduğu kimi bu ildə Novruz bayramının gəlişi ilə bağlı paytaxtda bayram yarmarkası təşkil olunub. Biz hazırda Gənclik metrosunun çıxışında yerləşən Kənddən Şəhərə adlı Novruz yarmarkasındayıq. Gəlin qiymətlərlə birlikdə tanış olaq. Yarmarkanın əsas üstünlüklərindən biri odur ki, məhsullar fermerlərin özü tərəfindən birbaşa və daha ucuz qiymətə satışa çıxarılır. Bu da bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatını yerli qidalarla ödəməyə və fermerləri alternativ satış bazarı ilə təmin etməyə kömək edir. Satıcıların qiymətlər və alıcılıq qabiliyyəti ilə bağlı düşüncələrini də öyrəndik. Qozlar 12 manatdandır, yəni ləpələrdən söhbət 12 manatdandır. 12 manatdan 12 manatdan 16 manata kimi. Fındıq ləpəsi 13.50-dən başlayır. Sonra qabıqlı qoz 2.80-dir. Ərik qurusu misal üçün 6 manatdandır. Yaxşıdır, müştərilər razıdır. Biz də razıyıq. Elə bir şey dəyişirlər. Laborator bəzi şeylər bu il ucuzdur. Bəzi şeylərdə ucuzdur. Bəzi məhsullarda müşahidə olunur ki, bu illər ucuzdur. Keçən il bağlanmış. Alıcılıq qabiliyyəti biraz zəifdir. Qiymətlər 50 qəpikdən başlayan alma da gətirmişik. Alma da armuddur, xurmadır, karolyoqdur gətirmişik. Alıcılıq biraz yəqin ki, pensiya almayıblar. Cəmaət maaşlarını almayıb. Ona görə biraz zəifdir. Yaxşı olar hər halda. Hamının bayramını təbrik edirəm. Qarşıdan gələn Novruz bayramı münasibətinə hamını təbrik edirəm. Hələ eynidir, fərqi yoxdur. Keçən ildə hələ belə olub, yaxşı olub, pis deyil. Beləliklə, Kənddən Şəhərə Novruz yarmarkasında qiymətlər belədir. Alma 50 qəpik 2 manat arası, qız ləhmədə alması 2 manat, armud 2 manat, xurma 30 qəpikdən 1 manat 50 qəpiyə qədər, qabıqlı qoz 6-10 manat, ləpə 12-26 manat, qabıqlı fındıq 6-8 manat, qabıqsız fındıq 14-18 manat, qabıqlı badam 4 manat 50 qəpikdən başlayır, qabıqsız badam 15-24 manat. Şabalıd 9-10 manat, kişmiş 7-17 manat, idə 6-8 manat, innab 5-12 manat, səməni 1-20 manat, xonça 8-12 manat, şamlar 1-3 manat, suvenirlər isə 1 manatdan 5 manata qədər. Yarmarkaya üz tutan paytaxt sakinlərinin isə fikirləri heç də bir mənalı deyildi. Vallahi çox vaxt alırıq, münasib də olur, qiymətlər də münasib olan da var, olmayan da var. Qane eləyən də var, qane eləməyən də var. Marketlərdən var, marketlərdən biraz var. Marketdə biraz bunlardan baha olur. Allah xalqımız üçün Novruz bayramını mübarək eləsin. Allah Taala onlara ruzi versin ki, onlar da gəlib bazarı eləsinlər. Allah can sağlığı versin. Hər şey normaldır, hər şey. Başqa bazarlara baxanda bu bazar ucuzdur. Vallahi qiymətlər keçənikinə baxanda bu il bahadır biraz. Amma ki, yəni hər şey var da Allah bol eləsin. Bahalıq, yəni keçənikinə baxanda bütün bayram şeylərində, produktlarında hər şeydə bahalaşma var, yəni. Allah. Mən həmişə işdən gələndə keçirdim, belə münasib almışam almazad. İndi baxdım hamısı bəlkə qiymətlər qalxıb, nə bilim demək olmaz. Kimə nə sərf eləyir, elə satır. Mən elə baxırdım almam, nə meyvəyə çox baxdım, idiyə baxdım, idə çox bahadır. Hər yerdə eyni qiymətə satılır da. Bizim məhəllədə də meyvə tərəvəz polklarında bu qiymətdir. Elə fərq eləmir. Bəs marketlərlə müqayisə edirsiniz? Marketdə biraz bahadır. Gördüyünüz kimi qiymətlər müxtəlifdir. Bayram süfrənizi necə bəzəyəcəyiniz isə sizin zövqünüzdən və büdcənizdən asılıdır. Ayşən İsmailova, Nadir İbrahimli, First News TV.